Naibə Allahverdiyeva keçmiş ərinin ona tətbiq etdiyi psixoloji təzyiqlərdən bəhs edib. Bölgə TV xəbər verir ki, xalq artisti bu barədə öz aramızda proqramında danışıb. Aktrisa bildirib ki, bu ağır dövrü böyük çətinliklərlə də olsa geridə qoya bilib və hazırki həyatından razıdır. Xatırladaq ki, bir neçə ay öncə Naibə Allahverdiyevanın keçmiş əri Yusif İsmailov aktrisanı döymədə ittiham olunaraq 15 günlük həbs cəzası almışdı. Bundan əlavə ona aktrisaya yaxınlaşmaq qadağan edilib. Rəna Rövşənqızı, BTV. Baxmayaraq ki, mən onunla yaşadığım illər ancaq xəstəxanalarda keçirdim mənim. O qorxular, öldürəcəm, öldürəcəm sözlərini artıq eşitmirəm. Üzünü belə unutmuşam onun. Nə gözəl ki, özümə heyfim gəldi. Bu mövzunu istəsəz cavablandırın, istəməsəz cavablandırmayın. Sadəcə mən sualı vermək istəyirəm. Çünki gündəmi zəbt etmişdi. Bu həyat yoldaşınızla olan bu proses, bu qalmaqal, onun həbs olunmağı falan, sizi döyməyi, bütün gündəmi zəbt etmişdi. Telekanallar, saytlar. Necədir hazırda vəziyyət? Hər şey çox yaxşıdır. Barışmısınızmı? Xeyr, barışmamışam. O öz yolunda, mən öz yolunda. Yəni, hər kəs öz həyatını davam edir. Mən də Allaha şükürlər çox yaxşı hiss edirəm artıq özümü. Çünki mən... Artıq yaxınlaşa bilməz sizə? Xeyr, yəni ona necə deyərlər, qadğa qoydular, stop qoydular ona. Yəni mən həyatımı davam edirəm və özümü çox yaxşı hiss edirəm. Baxmayaraq ki, mən onunla yaşadığım illər ancaq xəstəxanalarda keçirdim mənim. Bax, belə həssasam. Nədən həssasam mən? Kövrək. Kövrəlirəm, həssas. Bir tərəfdən yaradıcı insanım, bir tərəfdən də həm teatrda o rolları oynayırsan, başqalarının həyatını yaşayırsan, evə də gəlirsən, yenə o həyəcanları, o depressiyaları yaşayırsan da. O iki tərəfdən mənə çox pis təsir.